Salam, hər vaxtınız xeyir olsun. Bay Santexnik səhifəsinin izləyiciləri. Razində yerləşən mənzildən sizləri salamlayırıq. Mənzilin 3-cü mərtəbəsində artıq santexnika və isti döşəmə işlərimiz yekunlaşdı. Mənzil ümumi isti döşəmə idi. Mənzilin 3-cü mərtəbəsində 2 ədəd hamam, 1 ədəd mətbəx və mənzil ümumi isti döşəmə oldu. İndi isə gördüyümüz işlərlə sizləri tanış edim. Bura mənzilin mətbəxidir. Kollektorin birini mətbəxdə yerləşdirdik. 8 çıxış kollektor mətbəxdə yerləşdirdik. Üstünə də hamısı yazılıb. Ən qısa konturumuz 36 metr oldu. Ən uzun konturumuz isə 68 metr oldu. Bura mənzilin qonaq otağı. Böyük bir qonaq otağı var mənzilin. Mənzildə artıq kombidə ustanovka olunub, quraşdırılıb, oskili imir qaz və növbəti işlərimiz. Mənzilin bir hissəsində artıq isti döşəmə də çəkilib, betonu da verilib. Bura mənzilin girişi koridor hissə, bura camaşırxana, balaca bir isti döşəmə verdik camaşırxanaya. Bura giriş hissədir. 10 çıxış kollektorunun birini də koridorda yerləşdirdik. Gördüyünüz kimi burada da hamısı üstünə yazılıb. Ən qısa konturumuz 32 metr oldu. Ən uzun konturumuz isə burada 65 metr oldu. Bu cür səliqəli gördüyünüz kimi çəkdik, tamamladıq. Xeyirli olsun inşallah. Ev sahibi üçün də xeyirli olsun, bizim üçün də xeyirli olsun. Belə gözəl səliqəli işlərimizi görmək istəyirsinizsə, bizim sayfaya takip atın, bizi izləyin. 2-ci və 1-ci mərtəbələrində santexnik işləri yekunlaşanda sizlər üçün çəkib paylaşacağım. İzlədiyiniz üçün çox sağ olun.